Hal-hazırda biz Bakının Zirə kəndindən sizə çəkiliş edirik. Əlimdə gördüyünüz bu daş kitabə bir məzarın başdaşıdır. Tarixən Zirə qəsəbəsinin sakinləri çox imanlı, çox təqvalı insanlar olublar. Həm də dini bilikləri onların çox geniş və dərin olub. Niyə görə? Çünki təsəvvür edin ki, təqribən 500 il tarixi olan bu məzar başdaşına onlar Həzrət Rəsul-i Əkrəmin dilindən çıxan bir duanı yazıblar. Yəni bu əhali çox İmamiyyə məzhəbinə, Cəfəri məzhəbinə, xüsusən də Əhl-i Beyt imamlarına çox etiqadlı bir insanlar olublar. Təsəvvür edin ki, insanın baş daşının üzərində Nadə Əliyyən duası yazılır. Bu gördüyünüz baş daşını yaxınlaşdır. Baş daşının haşiyəsində Nadə Əliyyən muzhirəl əcaib təcidhə avnən ləkəfin nəvaib və haşiyə dolanır. Əlbəttə ki, üst hissə sınıb, itib və sonda isə o duanın həmən o yerə yazılıb ki, Ya Ali, Ya Ali, Ya Ali.